Ancaq bu problemlər yoxdursa və yaxud da hamilə deyilsinizsə, yəni normal hər hansısa bir xəstəliklə sağlam insansınızsa, 1-2 stəkan qəhvə içmək gün ərzində sizə daha yaxşı təsir edəcəyi güman olunur. Təbii ki, burada sözü gedən filtr qəhvədən söhbət gedir. Hər hansısa bir, məsələn, indi satışlarda olan süd tozu və şəkər tozu ilə qarışdırılmış qəhvələr, hansı ki, onlarda qəhvənin, kofenin faizi çox aşağı olanlarda biz təbii ki, məsləhət görmürük. Çünki siz bu zaman kofedən çox yan məhsulları qəbul etmiş olursunuz ki, hansı ki, gözlənilən təsirlər də özünü göstərmir. Sırf təbii qəhvə, filtr qəhvə, süzülmüş qəhvə isə dediyim kimi çox faydalı funksiyalara malikdir. Yetər ki, siz lazımı qədərində için, qədərini aşmayın. Və dediyim yan təsirlər sağlam insanlarda da kofein miqdarının aşılması durumunda ortaya çıxa bilər. İzlədiyiniz üçün təşəkkürlər.